Sənin Instagramın var. Bəlkə də 500 min, 5000 izləyicin var. Hər gün baxırsan, amma ki satışın qane etmir. Və yaxud da ki ümumiyyətlə satışın yoxdur. Və ən əsası, sosial mediadan istədiyin kimi pul gəlmir. Və insanda sual yaranır. Axı niyə görə? Cavabı isə çox sadədir. İnsanların, adətən sahibkarların və mütəxəssislərin əksəriyyətində sistem yoxdur. 2026-cı ildə bu qədər yüksək rəqabət heç zaman olmamışdır. Ona görə də yalnız sistem quranlar qazanır. Sistemi olmayan insan isə itib batır. Çünki rəqabətə dözə bilmir. Özün düşün, Azərbaycanda təxminən 200 min biznes var və onlardan heç olmasa nəsə qazanan 50 min nəfərdir. Və 50 min nəfərdən sistemli şəkildə, stabil şəkildə qazanc əldə edən sadəcə 5000 yaxın insandır. Amma bunun bir müsbət tərəfi var. Müsbət tərəfi odur ki, Azərbaycanda bu sistemlə işləyən insanlar çox azdır. Ona görə də əgər sən bu sistemi yaxın bir zamanda qursan, bu sənin ən böyük üstünlüyün olacaqdır. Onun üçün videonun axıra kimi bax. Bu sistem addım-addım nələr ibarət olduğunu izah edəcəm. Və Azərbaycanda heç bir marketoloq, SMM-çinin demədiyi şeyi mən sənə göstərəcəm. Bəzi insanlar bu videoya baxır və ümumiyyətlə düşünür ki, ey gənc oğlan, ey gənc bəy, ümumiyyətlə sən kimsən? Sən kimsən ki, bizə ağıl öyrədirsən? Və videodan çıxmaq istəyir. Amma mənə sadəcə 5 dəqiqə vaxt verin. Ondan sonra qərar verin. Bu videonun axıra kimi baxmaq istəyirsiniz, yoxsa yox? Mənim adım Pirəli uşaqlar. Mən marketoloqam və sahibkaram. Bu videoda mən sənə Oyan SMM sisteminin hansı addımlardan ibarət olduğunu tam şəffaf şəkildə göstərəcəm. Sıfırdan heç bir şey gizlətmədən Azərbaycanda real işləyən sistemi göstərəcəm. Reklama pul qoymadan belə bu sistemi tətbiq edib gözəl nəticə əldə etmək olar. Əgər sən sahibkarsansa, o zaman bu video sənin satışlarından artacaq. Əgər yox, sən mütəxəssissənsə, o zaman bu video vasitəsilə səndə davamlı şəkildə müştəri axını olacaq. Amma 3 nəfərə bu videonu izləməkdə halallıq vermirəm. Orada özünü görsən, çox xahiş edirəm. Videodan çıx, videonu bağla və heç vaxt mənim videolarıma baxma. Birinci tip insan, haram məhsulların satışı ilə məşğul olan insan. Bu içki, siqaret, qalyan, domuz əti, misli, qumar və buna bənzər məhsullar. İkinci tip insan, haram xidmətləri satan şəxs. Bu panel ola bilər, bəzi insanlar digər səhifələrə bot, real olmayan insanları vururlar. Sadəcə aldatmaqla məşğuldurlar. İkinci tip, vulqar xanımlarını öz sosial medialarında təqdim edən insanlar. Üçüncü növ xidmət isə tarot, kartlar, baxıcılar, numeroloqlar və digər küfür olan xidmətlər. Və əlavə olaraq, bu ikisindən başqa tipaj insanlar var. Mən istəmirəm ki, tipaj insanlar bu videolara baxsın. Bu hansı tipaj olan insanlardır? Birinci, riba ilə məşğul olanlar, faiz ilə məşğul olan insanlar. İkinci, asan pul axtarırım, işləmək istəməyən deyən insanlar. Üçüncü tip insan, naşükür insan. Davamlı şəkildə hər kəsdən şikayət edir, amma öz həyatında heç nə dəyişmək istəmir. Ondan sonra məsuliyyətsiz olan insanlar, söz verib, vəd verib və öz vədlərinə durmayan insanlar. Həmişə günahını başqa insanlarda axtaran insanlar. Disiplinsiz və sistemsiz olan insanlar. Tez nəticə istəyirəm, amma prosesi, işi görmək istəmirəm deyə insanlar. Və axırıncı olan isə digər insanların fəaliyyətinə və vaxtına hörmət etməyin tipajlar. Özdürürsən, ola bilsin ki, kiməsə görə bu məsələ yersizdir, amma mənim üçün çox önəmlidir. Əgər burada özünü tanıdınsa, zəhmət olmasa videonu bağla və heç vaxt mənim videolarımı izləmə. Əgər yox, burada özünü görmədinsə, o zaman xoş gördük. İnşallah ki, davam edək. Bu dərsi izlədikdən sonra sən anlayacaqsan. Niyə görə izləyicin var, az da olsa belə, amma satışların çox bərbaddır. Hansı 3 səhv səni daha da çox qazandırmağa qoymur? Və ən əsası Oyan sistem vasitəsilə bunu necə düzəldə bilərsən? İlk öncə özümdən başlayayım. Mən kiməm və nə ilə məşğulam? Mən bayaq dediyim kimi,
Pirəli uşaqlar 16 yaşımdan etibarən onlayn qazancla məşğulam. Reklamlar, investisiyalar və digər müxtəlif işlər. 2021-ci ildə SMM-lə tanış oldum və artıq marketinq sahəsində çalışıram. Çoxlar deyə bilər ki, niyə görə SMM o qədər iş ola-ola, niyə görə sən məhz SMM-i seçdin? Tam səmimi deyim. Ən qısa zamanda öz məhsulunu və ya xidmətini satmaq üçün ideal üsullardandır. Həmin ərəfələrdə yadındadırsa pandemiya olmuşdu və mən anladım ki, pandemiya var, offlayn işlər bağlanıb və artıq onlayn işinə keçmək lazımdır. Və ona görə də onlayn sistemi qurmağa başladım. SMM-ə başlayanda çox az qazanırdım. İlk 6 ay ərzində mənim qazancım 75 manat oldu. O da ki, bir Rusiyada olan müştərim üçün targeting reklamı quraşdırdım və ondan 75 manat əldə etdim. Bəli, kimlərsə deyə bilər ki, 75 manat çox azdır. Mən tamamilə razıyam. Sadəcə mən özümə çox güvənirdim və inanırım ki, Rəbbimin izni ilə məndə hər şey alınacaq. Və elə günlər olurdu ki, mağazadan keçirdim və yaxud hansısa bir telefon dükanından keçirdim, orada nəyisə əldə etmək istəyirdim. Amma pulum olmadığı üçün bunu edə bilmirdim. Və bir növ içimdə qalırdı ki, axı niyə mən belə pis qazanıram və nə üçün mən qazancımı artıra bilmirəm. Çoxlar əslində bu işi başım buraxardı, tam səmimi olum. Çünki insanlar deyərdi ki, uşaqlar 6 ay ərzində 75 manat, yəni ki, bu çox azdır. Və çoxları axıra kimi getməzdi. Və ona görə də sözün əsl mənasında rəqabət demək yoxdur. Rəqabət olsa, sistem olsa, vallahi billahi səndən başqa bir insan, yəni nömrə 1 ola bilməz. Çünki səndə həm davamlılıq var, həm də ki, məntiqli bir sistem var. Və ona görə də bu işin başını mən buraxmadım. Axıra kimi getdim. Özüm öyrənirdim, özüm səhvlər edib tətbiq edirdim və ən əsası bunun nəticəsini görürdüm. Və nəticə gördükdən sonra anladım ki, mən digərlərə nəticə verə bilirəm. Və ona görə bunu daha da sistemli şəkildə etməyə başladım. Çox vaxtı almadan öz tələbələrimin nəticəsini sənə göstərim və sən də bax gör. Mənim ilk tələbəm Honibi idi. Honibi səhifəsinin admini, yəni siması Samir Əliyev. Samir Əliyev mənim yaxın dostumdur. O ilk dəfə sosial mediaya başlayanda dəhşət şəkildə utanırdı. Mənim elə yadımdadır, onu altdan video çəkəndə deyirdi ki, çəkmə, çəkirsən, neyinirsən, çəkmə, utanıram və s. Amma indi həmd olsun, utanmaqdan bir əlamət qalmayıbdır. Eyni zamanda ümumiyyətlə hardan başlayacağını bilmirdi. Çünki səhifəsi demək olar ki, yox idi. Əslində var idi, amma izləyici çox pis idi və ümumiyyətlə onlayn satışı belə yox idi. Və biz oyun sistemini tətbiq etdik. 0 manat reklam büdcəsi ilə həqiqətən çox möhtəşəm nəticələr əldə etdik. Biz qısa bir zamanda 60 mindən daha çox real izləyici əldə etdik. 15 milyondan daha çox real baxış qazandıq. Və ən əsası satışımız 50 mindən daha çox üstün olur. Əslində mənim fikrimcə 80-100 mindən daha artıqdır, amma bəzi məsələləri mən idarə edə bilmədiyim üçün təxmini rəqəmlər deyirəm və az rəqəmlər götürürəm ki, inşallah ki, yalançı çıxmayım. Və bunun hamısını reklamcısı etdi. Yəni ki, reklama biz 0 manat büdcə ayırdıq. Amma hal-hazırda öz sistemimlə bunu etmirəm və tövsiyə etmirəm. Çünki insanlar çox emosionaldır, çox tez nəticə əldə etmək istəyir və tez nəticə əldə etmək üçün biz onu targeting vasitəsilə edirik. Amma bəzi müştərilərimə heç targetingdə ehtiyac yoxdur. Yəni ki, reklamlara ehtiyac yoxdur. Videolar keşfə düşür və keşfətdən bizə müştərilər gəlir. Bu sistem tək Azərbaycanda yox, ümumiyyətlə SNG, Avropa və Amerika bazarında işləyir. Bu sistemi mən Rus bazarında tətbiq etdim və həm də olsun Rəbbimə çox gözəl nəticələr əldə etdik. Toplama olaraq 13 milyondan daha çox bağış yığa bildik onun vasitəsilə. 52 mindən daha çox izləyici əldə etdik bunun vasitəsilə və satışımız Rus pulu ilə 8 milyon yarım rubl, bizim pulla isə 200 min manatdan daha çox satış oldu. Və bu cəmi 3 ay ərzində oldu. 3 ay ərzində. İndi isə keçək əsas suallara. Niyə insanların Instagramı var, izləyicisi var, amma satış yetərincə deyil? Mən demək olar ki, hər gün sahibkarlarla və mütəxəssislərlə danışıram. Və onlarda gördüyüm ilə əsas 3 səhv olur. Birinci səhv
profili satmır. Yəni ki, onun səhifəsi insanlara güvən gətirmir. İnsan satıcı səhifəsinə baxır, keçir gedir. Və insanda sual yaranır, niyə görə insanlar mənim səhifəmə daxil olur və ondan sonra izləmədə qalmır və ümumiyyətlə məndən heç nə almır? Bu sualın bir cavabı var. Çünki sənin səhifən bəzi suallara yetərincə cavab vermir. Hansı suallardır? Birinci, sən mənim üçün nə edə bilərsən? Nəyə görə səni seçməliyəm? Və digərlərdən fərqi nədir? Yəni bir insan sənin səhifəyə daxil olur və bu suallara cavab tapmalıdır. Çünki tam səmimi deyək, biz hal-hazırda eqolu olan dövrdə yaşayırıq. Və insanların əksəriyyəti, bəlkə də hamısı öz faydasını güdür. Görürsə mənim buradan faydam nə olacaq? Ona görə də idealda sistemlə qurulan səhifə ən azı bu 3 suala cavab verməlidir. Bəs hal-hazırda Azərbaycanda olan sahibkarların və mütəxəssislərin səhifəsi necə görünür? Baxın, ilk növbədə sadəcə şirkət adı olur. Yəni ki, bir nickname olur, belə deyək. Ondan sonra insan öz əlaqə nömrəsini qoyur, ünvanını qoyur, məhsulun şəklini paylaşır və yaxud mütəxəssis isə qısa olaraq öz haqqında məlumat verir və bu nəyə oxşuyur? Vizit kartına oxşuyur. Tam səmimi olaq. Bax, sənin hal-hazırda olan səhifən böyük ehtimalla vizit kartı kimidir. Özünə sual ver. Əgər mən yolda vizit kartını tapsam, bir kimsə vizit kartını tapsam, mən o insandan nəsə alaramı yoxsa yox? İnandırım ki, insanların 99% həmin insanın heç nə almayacaq. Çünki qısa olaraq əlaqə nömrəsi, hansı xidmətlər göstərir, harda yerləşir, bu haqda məlumat verir və loqonun şəkli var. Bu insanlar üçün səndən nə isə alması üçün kifayət deyil. Bir şey yadda saxla. Azərbaycanda insanlar şirkətlərdən yox, digər insanlardan alır. Bəli. Ola bilər ki, 2000-ci illərdə, 2000-ci ilin əvvəllərində Azərbaycanda böyük şirkətlərin az olduğu dövrdə hansısa insanlar həmin insanlardan alırdı. Yəni ki, həmin şirkətdən alırdı. Çünki onun başqa bir qərarı yox idi. Onun başqa bir seçimi yox idi. Amma indi ayaqqabı almaq istəyirsən, geyim almaq istəyirsən, xidmət almaq istəyirsən, ən qədər insan var. Və sual yaranır. Sən daha çox şirkətdən alırsan, yoxsa brendi olan bir insandan alırsan? Yəni ki, brendi deməzdim. Güvəni daha çox olan insandan alırsan. Və tam səmimi deyək. Biz alışlarımızı 90%-dən daha çox güvəndiyimiz şirkətlərdən və yaxud insanlardan alırıq. Baxın belə. Ona görə də kiçik bir tapşırıq edək. Telefonu aç, öz səhifəyə daxil ol və dürüst olaraq 5 saniyə ərzində bu suala cavab ver. Səhifəyə daxil olduğu zaman mənim kimliyim olduğunu və mən nə satdığım başa düşülürmü? Əgər sən buna yox deyirsənsə, o zaman bu sənin ilk problemindir. Amma açıq desək, biz insanlar eqoluyuq və özümüzü sevirik. Ona görə də bu tapşırığı özünlə yox, başqa insanla etməyə tövsiyə edirəm. Telefonu çıxardırsan, ötürürsən həmin insana və deyirsən, mənim Instagramıma gir və bax gör, 5 saniyə ərzində mən kiməm, nə ilə məşğulam və nə satıram, bunu anlaya bilirsənmi? Misal üçün, bu Microsoft müəllimidir. Adı İbrahimdir. İbrahim bundan öncə böyük bir şirkətdə çalışırdı. Amma bəzi səbəblərə görə həmin şirkətdən çıxdı və onlara rəqib olmağa başladı. Amma onun səhifəsi var idi, amma səhifədə heç kəs yazmırdı, heç kəs onun müştərisi olmaq istəmirdi. Və bir neçə zamandan sonra o özünə oyan sistem ilə bir səhifə qurdu və biz möhtəşəm bir nəticə əldə etdik. Biz həmin sistemi 60 günə qurduq və o sistem bizə nə verdi? 10.000 izləyici, 500.000 baxış, 30.000 manatdan daha çox satış. Və İbrahim müəllim ilk öncə məni gördükdə Instagramda yazmışdı və ondan sonra isə dedi ki, mən görüşmək istəyirəm. Çünki mənim nəticələrimi görürdü, real kesləri görürdü və görüşmək istəyirdi. Biz görüşdük və mənə xidmətlər üçün, bu sistemin ona qurması üçün 1200 manata yaxın ödəniş etdi. Və gözəl bir nəticə əldə etdik. İndi isə keçək ikinci insanların etdiyi səhvi. Hal-hazırdakı sahibkarların, mütəxəssislərin etdiyi ən böyük səhvlərdən biri, onların kontenti daha çox baxış üçün işləyir, müştəri üçün yox.
Yəni ki, insanlar gözəl şəkillər paylaşır, maraqlı videolar paylaşır, bəyənmələri var, qəşəng yorumları var, sevləri var. Amma heç kəs onun xidmətini və onun məhsulunu əldə etmək üçün yazmır. Əgər yazırsa belə almır. Və sual yaranır, niyə görə? Çünki bizə kontent izləyicini yox, kontent müştərini cəlb etməlidir. Və sual yaranır, niyə görə mən paylaşım edirəm, mənə izləyici gəlir, amma satışım yoxdur və yaxud azdır. Çünki sənin etdiyin kontent daha çox izləyici gətirir, müştəri yox. Və insan deyir ki, tamam uşaqlar, tamam, okey, bura kimi mən anlamışdım. Bundan sonra anlaya bilmirəm. Bunların fərqi nədir? Müştəri gətirən kontent və yaxud da ki, izləyici gətirən kontent. Fərqi ondadırsa, izləyici gətirən kontent insan baxdığı zaman zövq alır və takib edir. Amma müştəri gətirən kontent isə həmin insanın ehtiyacını ödəyir və ona görə də o müştəriyə çevrilir. Hal-hazırda Azərbaycanda müştəri gətirən kontent ən yaxşısı müştəri hekayəsidir. Yəni ki, qısa olaraq desək, bir nəfər var, onun böyük bir dərdi var. Okey, böyük olmasa, hansı bir sıxıntılar var, hansı bir dərdi var. Bu insan səndən kömək istəyir. Sən də ona bu məsələdə kömək edirsən. Fərqi yoxdur. Geyim satırsan, xidmət satırsan, psixoloqsan, heç bir fərqi yoxdur. Və üçüncü addımda ona necə nəticə verdiyini, yəni onun necə ehtiyaclarını ödədiyini göstərirsən. Və həmin bu format sənə gələn izləyicini müştəriyə çevirir. Ona görə də tövsiyəm olar ki, sən öz son 9 postlarına bax. Okey, 9 olmasın. 12-15 postuna bax. Bax gör orada səndə müştəri rəyi, müştəri hekayəsi, kimisə ehtiyacını tam şəkildə ödəmə bildiyin və ödədiyin bir paylaşım varmı? Əgər sən desən ki, yox, yoxdur, sıfırdırsa, o zaman sənin izləyicin var, amma müştərin yoxdur. Misal üçün, İsa Zərbəliyev. Bu bəy xaricdə təhsillə məşğuldur. Mənimlə işbirliyə gəldikdə onun heç bir səhifəsi yox idi. SMM haqqında heç biliyi yox idi. Və həmin vaxtda mənə 3000 manat ödəniş etdi ki, mən ona oyun sistemini tətbiq edim. Və əlbəttə ki, niyyəti nəticə almaq idi. Amma tam səmimi olsam, onu deyə bilərəm ki, belə şey etməyin. Yəni, son pullarınızı gəlib kimlərəsə verməyin. Mənim tövsiyəm odur. Və o borclara girib, faiz alıb, hansısa xidməti, hansısa bir məhsulu almağı tövsiyə etmirəm. Amma İsa bəy risk etdi və öz son olan 3000 manatı gətirdi, mənə verdi ki, bəs uşaqlar, səninlə işləmək istəyirəm və görək necə olacaqdır. Və biz nə etdik? Biz sistemli kontent qurduq. Həmin kontent, həmin riskləri qurduq ki, müştəri əldə etməsi üçün. Hər stories etibarı qazanması üçün. Satış qifi əldə etdi ki, ciddi müştərilər özü yazsın. Yəni ki, biz boş bekar insanlardan vaxtımızı itirməyək. Çünki mən bilirəm ki, Azərbaycanda elə bir problem var ki, və sahibşalar mənə deyir ki, mənə hər gün çoxlu sayıda insanlar yazır. Falan məhsulu, falan xidməti soruşur. Amma ki, alan yoxdur. Və bir çoxları boş insanlardır. Məni yorur, məni bezdirir və mən həvəsdən düşürəm. Ona görə də mən özümə və tələbələrimə bunu sistemli şəkildə avto satış qifi qururam ki, onlar bu insanlarla ümumiyyətlə əlaqədə olmasınlar. Ancaq ciddi və həqiqətən nəticə yönümlü insanlarla işləsinlər. Və axırda nə oldu? Əsas məsələ budur. Yəni, insan son 3000 pulunu verdi və nəticəsi necə oldu? Adətən elə işlərin axırı yaxşı bitmir. Özünüz təcrübə əsnasında və yaxud yaxındakı olan insanlara təcrübə əsnasında bunu deyə bilərsiniz. Amma əlhamdülillah nəticə çox yaxşı oldu. Biz 0 səhifədən 30 min real izləyici topladıq. 10 milyondan daha çox bağış topladıq və qazancımız son məlumatlara görə 40 min manatdan daha çox oldu. 40 min manatdan daha çox oldu. Üçüncü səhv nədir? Satış yoxdur. Çünki insan satmır. Ona görə satış yoxdur. Və bu Azərbaycanda olan ən böyük problemlərdən biridir.
Satış yoxdur, çünki sən satmırsan ona görə. Sən düşünürsən ki, insanlar səhifəyə girib baxıb və özləri sənə nəsə yazacaqdır. Özləri sənə, bəli, mən səndən nəyisə almaq istəyirəm deyəcəkdir. Amma əfsuslar olsun ki, bu yanlış düşüncədir. Amma normalda bu doğru bir düşüncədir. Amma çox təəssüf olsun ki, indiki zamanda 2026-cı və böyük ehtimalla 2027-ci ildə sistem belə işləməyəcək. Çünki hal-hazırda insanlar bir robot kimidir. Gərək ona əmr edəsən ki, o nələrsə etsin. Əmr etməsən, sadəcə keçib gedəcək. Çünki hal-hazırda olan sosial medialar, saatlarla scroll olunan videolar bizim vaxtımızı alır və bizim diqqətimizi yandırır. Və insanların ən çox etdiyi səhvlərdən biri odur ki, müştəri ona neçəyədir sözünü deyəndə. İnsan ona neçəyədir sözü deyəndə sən sadəcə qiymət deyirsən. Rahat-rahat deyə bilərəm ki, 90% insanlar elədir. Ona falan şey neçəyədir deyəndə sadəcə qiymət deyirlər. Amma bunu etməyi tövsiyə etmirlər. İnsan da qiyməti görür, ondan sonra da gedir. Və sən deyirsən ki, insan gəldi, maraqlandı, almadı, soruşdu, getdi. Axı niyə görə bunu edir? Çünki qiymət eşitmədən əvvəl biz onlara dəyər verməliyik. Biz insana həmin məhsulla və yaxud həmin xidmətlə bağlı dəyər verməliyik. Ona görə də həmin cavab düzgün cavab deyil. Bəs düzgün cavab necə olunur? Çoxları bunu deyəcək. Mən isə tam şəffaf şəkildə göstərim. Doğru cavab necə olmalıdır? Əgər səndə məhsuldursa, qısa olaraq bunu yaza bilərsən. Salam, hər vaxtınız xeyirli olsun. Bu falan məhsulun qiyməti 25-60 manat aralığındadır. Özünüz üçün istəyirsiniz, yoxsa hədiyyəlik. Əgər yox, sizdə xidmətdirsə, o zaman belə bir şey yaza bilərsən. Yenə salam, hər vaxtınız xeyirli olsun. Adətən qiymətlər 150-500 manat aralığındadır. Dəqiq qiymət deməsi üçün bir neçə sual verim. Uyğundurmu? Alınarmı? Olarmı? Bu cümləni istifadə edə bilərsiniz. Yəni, ən azından bu cümləni istifadə edərək sən insanı diqqətini saxlayırsan və dialoqun davamına səbəb olursan. Söhbət başlayır, artıq söhbət əsnasında sənin ona qarşı, onun sənin qarşı etibarı artır və axırda satış baş verir. Və bugündən neçəyədir bir müştəri sual cavab verərsə, heç olmasa yuxarıda dediyim misallardan istifadə et. Ondan sonra universal şablon strukturu verim sənə. O strukturu rahat şəkildə istifadə edib ən azı 5, 10, 15% satışlarını artıra bilərsən. İlk növbədə biz nə edirik? Salamlaşırıq insanla. İkinci məsələ, biz ona kiçik olaraq dəyər veririk. Qısa olaraq məhsul və ya xidmət haqqında üstünlüyünü yazırıq. Üstünlüyünü qeyd edirik. Üçüncü məsələ, qiymətini, kontekstini yazırıq. Yəni, qiymət nədən asılıdır, onu deyirik. Əlbəttə ki, bu şey sizdə varsa. Əgər yoxdursa, biz onu qeyd eləmərik. Dördüncü məsələ qiymətdir. Yəni ki, qiymət aralığı. Ya qiymət yazırsınız, ya da ki, qiymət aralığı qeyd edirsiniz. Beşinci addım, dəyərini gücləndirin. Niyə bu qiymətə dəyər? Bunu bir növ sübut etməyə çalışın. Və altıncı, sual. Yəni ki, müştərini söhbəti axıra kimi getməsi üçün sual vermək lazımdır. Bir sözlə biz müştərini danışdırmalıyıq. Və misal üçün bu şablon necə görsənəcək? Burada qeyd edirəm, yəqin ki, siz də ekranlarda görürsünüz. Salam, hər vaxtınız xeyirli olsun. Yazdığınız üçün sizə ayrıca təşəkkür edirəm. Bizdə qısa olaraq biz dəyər veririk. Bizdə filan keyfiyyət, filan əşya, filan şey, filan şey, filan şey ön plandadır və bizdə mövcuddur. Qiymət isə modelə, çəkisinə, filan şeyə, nə bilim, başqa faktorlara görə dəyişir. Orta qiymət isə filan qiymətdir. Bu qiymətə 1-2, yəni əsas üstünlüklər nədir? Onu qeyd edin. Bu qiymətə filan şey, filan şey, filan şey daxildir. İnşallah. Və axırda sual yaranır. Sual verməlisən. Yəni, zəhmət olmasa sizə dəqiq nə lazım və hansı variant maraqlıdır, sizin üçün ən uyğun variantı təklif edin. Yəni, burada biz müştəriyə qayğı göstərməliyik ki, bizə sadəcə üzr istəyirəm, ifadəmə görə üzr istəyirəm, soxmaqdır, sırmaqdır, ehtiyac yoxdur. Biz ona qayğı göstərmək istəyirik və həmin qayğını göstərin və insan hiss etsin ki, məni düşünən də var imiş.
Sadəcə yəni satmaq niyyəti ilə danışmayan insanlar var imiş. Bizim əsas məsələ satış etdiyimiz zaman satış etmək yox, insanlara faydalı olmaq lazımdır. Yəni biz o niyyətlə başlayırıq işə. Yəni biz o niyyətlə edirik. Satış etdiyi zaman biz ona kömək niyyəti ilə edirik. Məcbur satış niyyəti ilə yox. Sonra əlavə olaraq bir akademiyanı göstərmək istəyirəm. Xırdalanda yerləşən bir akademiyadır. Əgər aranızda Xırdalanda qalan varsa, məncə bu akademiyanı tanıyırsınız. Yəni onun səhifəsi tam sıfırdan açılmışdı və əvvəl oraya heç kəs yazmamışdı. Çünki bundan öncə bir akademiya ümumiyyətlə yox idi. Yəni onun ilk ilinin açılışı idi. Heç bir dənə belə tələbəsi yox idi. Yəni oranı bitirən bir dənə belə tələbəsi yox idi. Və hansı nəticələr əldə etdik? Bir ay yarıma, lap 1-2 ay ərzində biz onlara 100-dən daha çox şagird toplaya bildik. 100 mindən daha çox dövrəmiz oldu. Və ən az baxışı və ən az izləyicisi olan demək olar ki, bu səhifədə oldu. Yəni bu şirkətdə oldu. Amma qazanc baxımından ən çox bunda idi. Çünki biz doğru şəkildə satış yönümlü strategiyadan istifadə edirik. Bizə izləyici yox, bizə müştəri lazım idi. Ona görə biz müştəriyə uyğun kontent çəkirdik və ona uyğun sistem qurmuşduq. İndi isə mən sənə oyun sistem necə işlədiyini, özünə necə tətbiq etdiyini və addım-addım nədən ibarət olduğunu anlatacağam. Oyun SMM sistemi, yəni mənim 5 illik təcrübə əsasında qurulan bir sistemdir. Azərbaycanda həmd olsun, yüzlərlə sahibkarlar, yüzlərlə mütəxəssislərə bu sistemi tətbiq etmişəm və həm də olsun nəticələr göz qabağındadır. Səhifəyə girib rahatlıqla baxa da bilərsiniz, onların özlərinə də yaza bilərsiniz. Və mən nə anladım? Mən anladım ki, insanların əksəriyyətində səhvlər, yanlışlıqlar eynidir və onların problemini həll etməsi üçün demək olar ki, strategiya eynidir. Yəni bir struktur var, bir şablon var və bəli, bəziləri də fərqli ola bilər, amma təməl olaraq hamısında eynidir. Və əsas olaraq oyun sistemi 4 blokdan, 4 blok deyək, 4 modul deyək, 4 böyük addımdan ibarətdir. Birinci blok özün. Yəni ki, sən bir biznes deyilsən, sən bir insansan. Əvvəl dediyim kimi, hal-hazırda insanlar şirkətlərdən, kompaniyalardan yox, daha çox güvəndiyi insanlardan alır. Bu da təbiidir, bu da normal bir şeydir. Ona görə də sənin kim olduğun, sənin dəyərlərin nə cür olduğun, sənin digərlərin fərqin nədir? İlk növbədə onun üzərində işləmək lazımdır. İlk növbədə onu qurmaq lazım. Əgər sən halal yolla insanlar nəyəsə öyrədirsən, qazandırırsansa, o zaman onu göstər. Çünki bizim bazarda bunu edən insanlar çox azdır. Əgər varsa belə, onu göstərmirlər. Yəni, misal olaraq mən bayaqları özümü çəkdim. Amma səndə başqa bir fərqlilik varsa, keyfiyyət baxımından, yanaşma baxımından, sürət baxımından, zaman baxımından, yəni ki, zəmanət baxımından sənin fərqin varsa, mütləq şəkildə onu önə çıxart. Və bu bloku artıq tamamlayan tələbələrim ilk həftələrdən digər insanlardan müraciət almağa başlayır. Yəni ki, digər insanlar onlara xidmətlə bağlı və yoxud məhsulla bağlı sorğular göndərməyə başlayır. İkinci blok yayınlama. Yəni ki, burada daha çox söhbət kontentdən gedir. Hər gün filan şey etməliyim, hər gün bunu etməliyim, yox. Sadəcə sistemli şəkildə kontent. Söhbət həftədə 3 dəfə reels, hər gün bir dənə stories, həftə bir dəfə post. Yox, söhbət bundan getmir. Söhbət sadəcə normal şəkildə məntiqli, müştəri yönümlü kontentdən gedir. Və hər bir paylaşımın, hər bir kontent növünün bir məqsədi var. Əgər reelsdirsə, bu daha çox sənə yeni izləyicilər gətirir. Əgər storiesdirsə, bu sənə daha çox gələcək müştəri ilə etibarını artırır. Əgər postdursa, post, karusel fərqi yoxdur. Bu səni digər insanın gözünün önündə daha çox mütəxəssis, yəni ki, işin əhli olduğunu hissini yaradır. Baxın belə. Hər birinin məqsədi var, dediyim ki, və hər biri ayrı-ayrı iş görür. Və onun üçün də bu sistemini quran tələbələr kontent fikirləşmədən həftədə 3 saat işləyərək stabil şəkildə izləyici və müştəri gətirə bilər. Sadəcə bu sistemə odaqlanmaq lazımdır. Həftə ərzində 3 saat, 4 saat işləsəz kifayətdir.
Misal üçün mən kontenti etmək üçün deyək ki, hal-hazırda bu da bir növ kontentdir. Yəni mən bir ay ərzində kontent etmək üçün əgər söhbət çəkilişdən gedirsə 5-6 saat, əgər onun ssenari strukturundan gedirsə hardasa 3-4 saat mənim üçün kifayətdir. Yəni ki, toplam şəkildə bir ay ərzində deyək ki, mən 12 saat işləyirəm. Sırf kontent üzərində. Və bu günlərə böləndə heç günə 20 dəqiqə belə düşmür. Bu sistemi quran mənim tələbələrim artıq həftələrlə, aylarla nə çəkim, nə paylaşım və bu tipli şeylərdən sorğulanmır özünü. Artıq konkret olaraq nə etməli olduğunu bilir. Və onun üçün dediyim kimi həftəyə 2-3-4 saat vaxt ayırır və bu onun üçün tam-tamına kifayətdir. Üçüncü blok isə axın deməkdir. Yəni axın nə deməkdir? İlk növbədə lead maqnit, filtr, ehtiyac və satış. Gəlin bunu sadə dillə izah edim, çünki mən hiss edirəm ki, çoxları bunu heç anlamadı. Birinci dediyim söz lead maqnit. Sadə dillə desək, lead maqnit elə bir məlumatdır ki, elə bir fürsətdir ki, insanı, yəni ki, sənin gələcək müştərini özünə cəlb edir. Misal üçün, mənim olan lead maqnitim bu baxdığım videodur. Sənə burada fayda verirəm və özümə qarşı güvənini artırıram. Amma sən bura gəlməsi üçün bəlkə də məni TikTokda, Telegramda, YouTube'da, Instagramda görmüsən və oradan keçmisən bu videoya. Bu lead maqnitdir. Yəni səni cəlb etmək üçün bir fürsət deyil. Əgər səndə məhsul satışıdırsa, bu kampaniyalar, endirimlər, aksiyalar və buna bənzər şeylər ola bilər. Əgər sən xidmət satırsansa, bu ola bilsin ki, sınaq dərsidir, ödənişsiz konsultasiyadır, yoxsa hansı bir faydalı PDF ola bilər. Lead maqnitin əsas məqsədi sənin izləyicini müştəriyə çevirməsi. İkinci istifadə etdiyim söz isə filtr oldu. Filtr yəni ki, bəziləri ağlına su gəlir, su tökürsən, su təmizlənir və içməli su olur. Əslində bu ona yaxın bir şeydir. Çünki biz insan axını deyək, bizdə insan axını var və həmin filtrdən biz süzürük, ondan sonra isə bizə yerdə qalır təmiz və həqiqətən sənin məhsulu və xidməti alan ciddi bir şəxs və biz ancaq onlarla işləyirik və ona görə də biz bunu filtr etməliyik. Çünki biz hər gələn işləsək, sənin nə zamanı olacaq, nə də ki, yaxşı qazancın olacaq. Amma səndə stres, depressiya, əsəb olacaq. Çünki bir çox insanlar boşboğaz insanlardır və heç vaxt sənə xidməti və yaxud məhsulu almayacaq. Amma ancaq səndən sənin vaxtını alacaq. Və məncə buna baxan heç bir kəs istəmir ki, onun dəyərli vaxtını alsınlar. Üçüncü etdiyim söz ehtiyacdır. Yəni ki, yadındadırsa mən demişdim ki, biz insanın ehtiyaclarını ödəməliyik. Biz insana satış etməli deyilik, ehtiyacını ödəyirik. Yəni ki, bizim ilk məqsədimiz mən buna necə faydalı ola bilərəm sualına cavab verməkdir. Və onun əsl ehtiyacını tapmaqdır. Və dördüncü addım isə satışdır. Və satış da əlbəttə ki, bildiyimiz bir sözdür. Ehtiyacını ödədikdən sonra biz insana satış edirik. Bu qədər bəsit. Və dördüncü blok isə nəticə adlanır. Yəni ki, satış necə aparılır? Qiymət necə deyilir? Etirazlar necə cavablanır? Satış necə bağlanır? Zorla yox, təbii şəkildə. Və bu 4 blok birlikdə işləyəndə sənin sistemin 24/7 işləməyə başlayır. Və həmin sistem pul gətirən çap maşını kimi olur. Sən yatanda da müştəri yazır və avtomatik şəkildə səndən nəsə ala bilər. Yoxud avtomatik şəkildə almasa belə sənə yazır, sənə qarşı isinir, sənin səhifəyə baxır, etibar artır və ondan sonra sənin müştərin olur. Yəni ki, kimsə dördüncü bloku anlamadısa, sadə dillə desəm, biz hər şeyi nəticə yönümlü edirik. Satış ediriksə, nəticə yönümlü. Kontent ediriksə, nəticə yönümlü. Müştəri ilə danışırıqsa, nəticə yönümlü. Qiymət deyiriksə, nəticə yönümlü. Yəni ki, hamısını doğru, dürüst qaydada etməliyik. Yəni söhbət bundan gedir. Və tam səmimi deyim. Bax, misal üçün bir neçə vaxtdan sonra sən məndən nəsə əldə etmək istəyirsən və böyük ehtimalle nəyisə məndən əldə edəcəksən. Onun üçün sən nə edəcəksən?
Belə bir absurd bir sual. Amma mən bilirəm sən nə edəcəksən. Sən bu videonu axıra kimi izləyəcəksən inşallah ki. Ondan sonra isə mənim səhifəmə daxil olacaqsan və digər faydalı olan bir videolara baxacaqsan və öz əqlində bu yaxşı mütəxəssisdir deyib bəlkə də yazılım, bəlkə də onun xidmətlərdən istifadə edin deyəcəksən. Amma bu sənə ola bilər ki, qane etməyəcək. Sən artıq bunun müştərilərini nəticəsinə baxmaq istəyirəm və önə çıxanlara girəcəksən. Bu videoda sadaladığım insanların səhifəsinə girəcəksən və baxacaqsan. Wow, pis deyil. Mən də istəyərdim deyib və ondan sonra biodakı olan və yaxud bu videonun altında olan linki görəcəksən və bu linki dolduracaqsan. Ondan sonra isə mənim müştərim olacaqsan. Yəni bu tam səmimi mənim gördüyüm bir yoldur və bu hamısı 4-cü bloka aiddir. Yəni nəticə yönümlü. Mən sənin hər bir addımını bilirəm və sən də gərək hər bir müştərini hardan gəlib, hara getdiyini, bütün addımlarını zərrə qədər, atomuna qədər bilməlisən. Və həmin sistemi, yəni ki, bu 4 blokdan ibarət olmuş sistemi bilsən, doğru şəkildə edə bilsən, bu sistem sənə 24/7 sən yatanda belə sənə müştəri gətirəcək. Məncə də pis deyil. İndi keçək Mahmud bəyə. Mahmud bəy ingilis dili müəllimidir. Biz bir ay ərzində sadəcə 400 manat reklam yatırım edərək xalis olaraq 3000 manat qazanc əldə etdik. Həmin sistemi qurduqdan sonra ona əlhəmdülillah ailə nəsib oldu. Yəni ailə qurdu və özünə maşın aldı. Həm atasının maşını var hal-hazırda və artıq özünə də maşın aldı. Belə, o qədər bəsit. İndi keçək isə Anar. Anar satış üzrə mütəxəssisdir. Bir ay ərzində biz oyun sistemi tətbiq etdik və xalis olaraq 2000 manat qazanc əldə etdik. Bəli, kimlərsə görə 2000 manat azdır, çoxdur, bilmirəm. Amma biz bunu Azərbaycanda əldə edə bildik. Amma bir şey də var ki, Anar bəy rus dilli Azərbaycanlılara xidmət göstərdiyi üçün burada olan kütlə daha azdır. Amma inanıram ki, Azərbaycan dilli insanlara xidmət göstərsəydi, bunun qazancı ən azı 2 dəfə, 3 dəfə daha çox olardı. Bax belə. Sonra indi bir test edək, özünə dürüst şəkildə cavab ver. Və ondan sonra anlayacaqsan, ümumiyyətlə mən axıra kimi getməyim dəyərmi? Və yaxud da ki, elə mənim nəticələrim kifayətdir mənə. Elə öz metodologiyamı davam edim deyə bilərsən. Birinci sualım odur ki, səhifəyə izləyici daxil olanda 5 saniyə ərzində aydındırmı sən kimsən və nə satırsan? İkinci sual, son 9 postunda müştəri hekayəsi varmı səndə, yoxsa yox? Üçüncü sual odur ki, neçəyədir sualına qiymət demədən söhbət açırsanmı, yoxsa birbaşa qiymət deyirsən? Dördüncü məsələ, həftədə ən azı 3 reels paylaşırsanmı, yoxsa paylaşmırsan? Və 5-ci sual, düzgün targeting reklamını edirsən, yoxsa yox? Əgər səndə 3 və daha çox xeyr deyirsənsə, oyun sistemi tamamına sənlikdir. Çünki bu 5 sualına hər cavab verməyənə kimi nə qədər kontent çəkirsən çək, nə qədər reklam vurursan vur, sənin üçün heç bir faydası olmayacaq. Mən şəxsən bu sistemə inanıram. Çünki mənim pis vaxtlarımda bu sistemi tətbiq edərək həm də olsun yaxşı pullar qazanmışam və qazanmaqda davam edirəm. Və eyni zamanda öz tələblərim üzərində tətbiq edərək onlar gözəl şəkildə nəticə əldə edirlər. Həmin sistemi özüm öyrənmişəm, özüm tətbiq etmişəm və nəticəmi də görmüşəm. Və ondan sonra da digər insanlara örgü etməyə başladım. Göz qabağındadır. Pi Akademi 100 mindən daha çox qazanc. İsa Zərbəliyev 40 mindən daha çox satır. Honibi reklamsız 50 mindən daha çox satır. Bu qədər. Yəni ki, bunlar hamısı halal yolla oldu. Heç birində açıq-saçıq xanımlardan istifadə olmadı. Heç birindən yalandan marketinqdən, yalandan müştərilərə vəd olunaraq, yalan deyərək heç birində bu şeylər istifadə olunmadı. Heç birində manipulyasiya olunmadı. Yəni belə, tam halal qaydada biz bu pulları Allahın izni ilə əldə edə bilmişik. Və mən inanıram ki, hər bir müsəlman halal yolla, yəni ki, yaxşı qazanc əldə etmək istəyərdi. Bunun üçün yalnız bir şey lazımdır.
odur ki düzgün sistem. Əgər sən bu videonu axıra kimi izləmisənsə, o deməkdir ki, sən böyük ehtimalla ciddi şəkildə öz həyatını yaxşı mənada dəyişmək istəyirsən. Və sual yaranır ki, okey, uşaqlar, əgər mən bu sistemi tətbiq etsəm, mənə hansı nəticələr gələcəkdir? Mən deyə bilərəm ki, əgər sən xidmət satışındasansa, o zaman sənə rahat şəkildə aylıq 300-dən daha çox müraciət gələcək. Amma satışın gəlməsi əlbəttə ki, sistemin nə dərəcədə doğru tətbiq olunması, nə dərəcədə satış məsələsində güclü olduğuna görə dəyişir. Əgər sən sahibkarsansa, o zaman mən rahat deyə bilərəm ki, sənin dövriyyən 1,5-3x-ə qədər qalxa bilir. Bu bizim tələbələrimin üzərində qurulan real rəqəmlərdir. Bundan sonra sənin əsas 2 yolun var. Birinci, hər şeyi qoyduğu kimi qoyursan. YouTube-dan, oradan, buradan, Udemy-dən videolara baxırsan, dərslərə baxırsan, kurslara baxırsan, reklamı yandırıb söndürürsən. Ondan sonra necə edim ki, öz işimi böyüdüm, necə edim ki, müştərimi artırım? Bu suallara cavab verirsən, cavabı tapmırsan və kiçik bir depressiyaya düşürsən. İkinci yolun isə sadəcə 60 gündən ibarət olan sistemini öz biznesinə tətbiq edirsən və ondan sonra halal şəkildə ilk gözəl nəticələri əldə edirsən. Əgər sən ikinci yolu seçirsənsə, o zaman o da 2 yola ayırır. Birinci yol, mən özüm edərəm deyirsənsə, aylarla itirsən və heç bir nəticə almırsan. Yəni bu elə olur adətən. Çünki nə qədər müştərilər olub ki, mən özüm edərəm, çox sağ ol, təşəkkür edirəm, əlaca uşaqlar. Sonra sual verirsən, necə oldun, nətər oldun? Filan şey oldu, filan şey oldu, filan şey oldu. Və yaxud da ki, Oyan SMM kursuna qoşulub, mənim nəzarətim altında bu sistemi addım-addım sənin biznesinə, sənin xidmətlərinə uyğun tətbiq edirik. Amma bir şey var, mən çox tələbkaram. Əgər nəyisə deyirəmsə, onun canla başla deyirəm və səndən maksimum olaraq geri dönüş deyəcəm. Mənim verdiyim tapşırıqları bir-bir yerinə yetirməlisən. Əgər sən onları yetirsən, sən gözəl şəkildə nəticələr edəsən. Əgər yox, yetirməsən, sadəcə boş versən, əlbəttə ki, elə bir tərbiyə mənə lazım deyil və böyük ehtimalla sənin pulların boşa getmiş olur. Ona görə də mən öz tələbələrimə 100% zəmanət verirəm. Demək olar ki, Azərbaycanda bunu edən heç kəs yoxdur. Bəli, bu videonu izləyirsənsə, mən bu sistemin səndə işləməsinə 100% zəmanət verirəm. Əgər elə olsa ki, tapşırıqları yerinə yetirirsən, vaxtını verirsən, amma nəticə əldə etmirsən, o zaman ödənişin hamısı geri qaytarır. 100% zəmanəti əldə etmək üçün və kursun qiyməti ilə və digər məlumatları əldə etmək üçün video altında yerləşən link olacaq. Həm bu video altında, həm yorumlarda, həm də ki, Instagram səhifəmdə link olacaq. O linkdən qeydiyyatdan keç. Qeydiyyatdan keçdikdən sonra mən səni analiz edəcəm. Mən səni konsultasiya edəcəm. Onun üçün də 30-40 dəqiqə, 1 saata qədər vaxt ayırmağı tövsiyə edirəm. Vaxt ayırdıqdan sonra mən səninlə danışacağam, analiz edəcəm və sənin real olaraq hal-hazırdakı olan xidmətin və o biznesin nə qədər səni sosial media vasitəsilə pul gətirə bilər. 2-3 ay ərzində onu deyəcəm. Əgər görsəm ki, mən sənə nəticə verirəmsə və sənin biznes modelin nəticə yönümlüdürsə, o zaman biz səninlə işləyirik və rahat şəkildə kursuma qoşula bilirsən. Əgər yox, tam səmimi, görsəm ki, sənin biznes modelin hal-hazırda işləmir və bu səni qazandırmırsa, tam səmimi bunu deyəcəm. Ya sən biznes modelini dəyişəsən və yaxud da ki, biz səninlə işləyə bilməyəcəyik. Yeri gəlmişkən, hal-hazırda yerlər məhduddur, çünki mən tək olaraq hər kəslə tək-tək danışıram və onu tək-tək analiz edirəm. Onun üçün də qısa bir zamanda nəticə əldə etmək istəyirsənsə, linkə daxil ol, qeydiyyatdan keç və inşallah ki, görüşərik. Ümid edirəm bu video sənin üçün faydalı oldu. Selamun aleykum və rəhmətullahi və bərəkətuhu.